Daxil İşlər Naziri vardı, dedi ki 15 dənə qranat verə bilərəm, ayrı hesabı yoxdur. Axırı məcbur olub 2 saat söhbətdən sonra mən özüm elan elədim ki, kişi. Mən hiç eləm ki, yoldaş prezident, nə sizin, nə bax bu nazirlərin heç birinin Laçın haqqında təsəvvürü yoxdur. Xahiş edirəm, bu nazirlər dursun bizimlə gedək Laçına, gedək Laçında məsələni aydınlaşdıraq. Respublikadan, nazirlərdən asıl olan bunlar eləsin. Bizdən asıl olan qıraş tutaq, biz eləyik. Amma Laçın əldən getməsin, Laçın təhlükədədir. Elə vəziyyətə əmələ gəldi ki, indi Müsəllibovun fəaliyyəti budur. Mən onu demək istəyirəm. Nə düşmüşüm Müsəllibovun arxasına? Ne edeyim Müsəllibov? Bütün bu gənci məsələlərin əks edilən öyrəsini o qoydu. Sonra gələn, bəylər isə bunu kökündən elə zad elədilər ki, nəsər deyir. Elə bildilər ki, doğrudan ancaq yığmaq, alveri məsələsidir və s. və s. Bunlar ondan ötürü gəlir. Köhnə hamı dağılmalı. Hələ yaxşı ki, bu tikilən binaların çoxunu dağılmıyor. Gəlin, axı bu vəziyyətləri elə bir vəziyyətə salaşır. Qoy cinayətkardır, günahkardır, qoy payın altında. Xalq bu vəziyyətə, indi xalq o evinin də dərdini yaddan çıxardı. Bizim adamlarla mən dünə söhbət eləmişəm. Evinin də yaddan çıxardı, köşməyin də yaddan çıxardı. Bu məsələlər cəmaatı impact edir. Mən xahiş edirəm ki, bu adamlar haqqında qəsörçü götürülsün və yenə deyirəm, hamıdır cəmaat, bunu tələb edilir cəmaatın damı sürəylə. İnqilab Nadirova söz verilir. Buyursun. Hörmətli sədir, hörmətli millət vəkilləri. Formal olsa da, heç bir yuridik əsası olmadan Talış Muğan Muxtar Respublikasının elan olunması, indiki zamanda Azərbaycan xalqına qarşı, onun müstəqilliyinə qarşı arxadan vurulan bir zərbədir. Buna görə mən bir neçə gün bundan qabaq Ali Sovetdə keçirilən Lənkəran zonasının deputatları, ziyalıları ilə keçirilən görüşə diqqətlə baxdım, qulaq astım və bu nəticəyə gəldim ki, orada qondarma bu respublikanı yaradılan qondarma respublikada oranın yerli əhalisinin demək olar ki, xəbəri yoxdur. Bir qrup adamlar tərəfindən təşkil olunmuşdur. Mən hesab edirəm ki, bizim Azərbaycan xalqının indiki zamanda bir düşməni var, o da ermənidir. İndiki zamanda bu məsələləri ortalara atma, xalqa xəyanət etməkdən başqa bir şey deyil. İndiki zamanda biz hamımız birləşməliyik və amansız düşmənə qarşı mübarizə aparmalıyıq və zəbt olunmuş, işğal olunmuş torpaqlarımızın qarşısına qədər onlardan xilas etməliyik. Hal-hazırda 600 bindən artıq Azərbaycanda öz vətənindən xilas olan, necə deyirlər, qaçqın olan, məcburi köçkün olan adamlarımız var. Belə bir zamanda gəlib bu cür hoqqalara qurşanmaq ancaq xalqa xəyanətdən başqa bir şey deyil. Bu məsələlər barədə çox danışılıbdır, ona görə də mən çox vaxt almaq istəmirəm. Lakin konkret təklif vermək istəyirəm bu məsələ ilə əlaqədar. Elə hesab edirəm ki, bu aparılan prosesə Milli Məclis öz münasibətini bildirməlidir, yəni pislənməlidir və eyni zamanda mən deməli belə təklif edərdim ki, o zonada olan bütün əhaliyə və həmçinin oradakı o silah altında oturan adamlara müraciət qəbul olunmalıdır ki, bu cür fitvalara getməsinlər. Bu qondarma məsələdir, bu Azərbaycan xalqının birliyinə, onun müstəqilliyinə qarşı xəyanətdir, ona görə də bu məsələyə orada son qoyulsun. İkincisi təklif edərdim ki, inzibati orqanlara tapşırılsın ki, bu məsələlərlə əlaqədar məşğul olan və bunu törədən adamlar hamısı cinayət məsuliyyətinə cəlb olunsun, ifşa olunsun və xalqa onlar tanıdılsın. Artıq ərazimizin demək olar ki, 17%-dən yuxarı erməni qəsbkarları tərəfindən işğal olunmuşdur. Ona görə də biz hal-hazırda apardığımız tədbirlər heç də müharibədə qalib gəlməyi təmin etmir. Ona görə də mən belə hesab edirəm ki, hərbi vəziyyət elan olunmalıdır. 40-45 yaşına qədər olan bütün əhali səfərbərliyə alınmalıdır. Müharibə aparan dövlət, müharibə qanunları ilə yaşamalıdır və ona görə də burada bütün əhali hamısı səfərbərliyə alınmalıdır. Biz sahələrimizi düşməndən azad eləməliyik. Ən nəhayət bu məsələ ilə əlaqədar hal-hazırda fəaliyyət göstərən siyasi partiyalar var. Ayrı ictimai təşkilatlar var. Mənə belə gəlir ki, müharibə qutarana qədər bu siyasi təşkilatlar, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyətləri dondurulmalıdır. Dünənləri burada Rəhim Qaziyev demək olar ki, öz son hoqqasını burada törətdi. Mən çox təəccüb edirəm ona. Çünki onun bu cür hərəkətləri dəfələrlə olubdur. Bu zal, bu cür hadisələrin dəfələrlə şahid olubdur. Lakin bu dərəcədə heç bir vaxt olmuydur. İnsanlığa yaraşmayan təhqirlərlə Ali Sovetinin sədrini, Respublikanın prezidentinin səlahiyyətlərini həyata keçirdən Heydər Əliyevi
təhqir elədi. Mən dünən axşama qədər gözlədim ki, o demək sakitləşəndən sonra çıxacaq tribunaya. Oradan deməli, mən onu da deyim ki, o təkcə burada zalda olanları yox, bütün Azərbaycan xalqını təhqir elədi. O çıxacaqdı tribunaya. Oradan bizdən, şəxsən Heydər Əliyev yoldaşdan və eyni zamanda bütün Azərbaycan xalqından üzr istəyəcəkdir. Lakin belə bir cürəti, belə bir qüdrəti, belə bir kişiliyi özünə tapa bilmədi. Ona görə mən təklif edirəm ki, da bu məsələlərə son qoyulmalıdır. O bir məsələ var, der Figara tuda, Figara izdes, belə bir məsələ var. Lənkəran olduğu Rəhim Qaziyev orada, Gəncə olduğu Rəhim Qaziyev orada, Ütar olduğu Rəhim Qaziyev orada. Mən başa düşə bilmirəm, bu nədən şeydir? Biz də millət vəkiliyiz, bizim də imkanlarımız var, bizim də xidmətlərimiz 12-dən az deyil. Biz nətər olur ki, harada bir belə dolaşıq istərbası Rəhim Qaziyev oradan çıxır. Mənə belə gəlsin, o bütün hərəkətləri ilə, bu günlər Milli Məclisinə yaraşmayan hərəkət etdiyinə görə Milli Məclisindən kənar edilməlidir və onun hərəkətlərindəki olan cinayət hərəkətlərinin inzibati orqanlar qiymət verməlidir. Mən fikrimi əsaslandıraraq demək istəyirəm ki, Azadlıq qəzetində çıxan material ki var, hansı ki Nəbilfəz Elçi bəyin fərmanı ilə təmiz ayrılıqdır, o Müdafiə Naziri vəzifəsindən çıxanda orada yoxlama aparılıbdır. Onun 5-ci bəndi pul əməliyyatları orada o qəzetdə verilibdir. Mən elə hesab edirəm ki, və onu oxuyandan sonra belə qənaətə gəldim ki, Rəhim Qaziyev ən ağır cinayətkardır. Ona görə də mən tələb edirəm ki, inzibati orqanlar bu məsələlərlə məşğul olsun. Qudrət Quliyev, buyursun. Hörmətli Heydər bəy, hörmətli millət vəkilləri, dünən müzakirəsi başlanmış və bugün davam edən məsələ həqiqətən də ciddi bir məsələdir. Və mənə belə gəlir ki, bu məsələnin qaydasına salınmasından Azərbaycanın gələcək taleyi çox asılıdır. Heydər bəy, dünən sizin Azərbaycanın cənub bölgələrində baş vermiş hadisələrlə əlaqədar verdiyiniz məlumat həqiqətdən başqa bir şey deyildir. Mən bu məlumatda verilən faktların hamısı ilə razıyam və bir şey qeyd etmək istəyirəm ki, bizim məclis, Azərbaycan hökuməti həmin cənub bölgələrində yaranmış vəziyyəti, konflikti aradan qaldırmaq üçün əlindən gələn ən qəti tədbirləri görməlidir. Bu barədə sizin verdiyiniz təkliflər, Arif Rəhimzadənin və digər millət vəkillərinin verdiyi təkliflərlə razıyam. Mənə belə gəlir ki, Əlişam Hümbətovun Azərbaycanın cənub bölgələrində Talış Muğan Respublikası yaratmaq ideyası yalnız Azərbaycana, onun suverenliyinə, müstəqilliyinə qarşı yönəldilmiş, arxadan vurulan zərbədən başqa bir şey deyildir. Və indiyə qədər də o qüvvələr ki, həmişə bu çirkin əməllərdən istifadə ediblər, onlar indi də həmin bu əməldən öz niyyətləri üçün istifadə etmək istəyirlər. O qüvvələrin nümayəndələri bu zalda da var, buna heç şübhəm də yoxdur. O həmin qüvvələrdir ki, vaxtı ikən Azərbaycan Komünist Partiyası olarkən nə Komünist Partiyasına, nə Azərbaycan xalqına bir qəpilik xeyir verməyiblər, həmişə dedikodu ilə, intriqa ilə məşğul olublar. O həmin qüvvələrdir ki, istəyir, şeytana da qulluq eləyərlər, tək ki onların günü güzəranı rahat olsun. Odur ki, bunlara qarşı ən qəti tədbirlər görülməlidir. Və bu tədbirlər bu gün bu məclisdə görülməlidir, onun qərarları ilə bunlara sərəncam verilməlidir. O ki, qaldı müharibədə bizim məğlubiyyətlərimizə, əgər bu məğlubiyyətlərin bir qismi keçmiş iktidarın sabatsızlığı ilə, bacarıqsızlığı ilə əlaqədardırsa, bir qismi də bu zalda oturan keçmiş Müdafiə Naziri Rəhim Qaziyevlə bağlıdır, bilavasitə bağlıdır. Rəhim Qaziyevə sual vermək lazımdır ki, sən Müdafiə Naziri idin, büdcənin 50% sənə verilirdi ki, sən ondan ordunun yaradılması üçün istifadə eləyəsən. Nə eləmsən sən? Hanı bizim ordu? Hanı bizim silahlar? Hanı bizim texnika? Hanı bizim istehkamlar? Mən də məndən qabaq çıxış etmiş İnqilab Nadirovun təklifləri də razıyam. Mənə belə gəlir ki, biz bir daha bir təşəbbüs etməliyik ki, Cənub bölgəsində yaranmış konflikt sülh yolu ilə həll olunsun. Əgər bu yolla həll olunmazsa, məclis Azərbaycan hökumətinə geniş ixtiyarlar, imkanlar, səlahiyyətlər verməlidir ki, Azərbaycan hökuməti həmin konfliktin aradan qaldırılması üçün lazım olan bütün tədbirləri həyata keçirə bilsin. Rəhim Qaziyevə qaldıqda isə mənə belə gəlir ki, dünənki hadisədən sonra bəlkə dünənki hadisəyə qədər buna dözmək olardı. Onun Milli Məclisi üzvü olmağa haqqı yoxdur. Onun barəsində Milli Məclis üzvlüyündən çıxarılması barədə biz bu gün öz fikrimizi söyləməliyik və əməllərinə görə o öz layiqli cəzasını almalıdır. Prezident aparatının işçisi Aslan İsmailov mənə müraciət edir. Hesab edirəm ki, buna da söz vermirlər. Buyursun.
Ben prezident aparatında 27 may 93-cü ildən işləyirəm. Ona qədər 4 il Respublika prokurorluğunda işləmişəm. 8 il Stavropol vilayətində hakim, onun 4 ilini sədr işləmişəm. Ona qədər Krasnodar şəhərində yaşamışam. Məni bugün buraya çıxmağa və çıxış eləməyə vadar edən mənim Rəhim Qaziyevin törətdiyi cinayətlər barəsində Respublika prokurorluğunda işləyərkən məndə olan məlumatlardır. Bundan başqa da yəqin ki, vətənin qədrini bilmək üçün daha çox vətəndən kənarda yaşayanlar bilir. Mən üzr istəyirəm həyəcanlı olduğuma görə. Məni bugün bura çıxış etməyə vadar edən dünənlərim Azərbaycan Ağsaqqalı Heydər müəllimin çıxışı oldu. Və onun çıxışına millət vəkillərinin laqeydliyi oldu. Ona görə ki, hamıdan çox Rəhim Qaziyevin törətdiyi cinayətlər barədə Heydər müəllim yox, bu zalda əyləşən millət vəkilləri daha çox bilirlər. Mən konkret faktlara keçmək istəyirəm. Respublika prokurorluğunda Şuşa veriləndən sonra bir sıra Rusiyadan gəlmiş, uzun müddət orada işləmiş Azərbaycanlı uşaqlar tərəfindən, işçilər tərəfindən və bizim təşəbbüsümüzlə demək olar ki, cinayət işi qaldırıldı. Həmin cinayət işi bir ilə yaxındır ki, tam hazır vəziyyətdədir. Cinayət işin demək olar istintaqı tamamlanıb. Həmin cinayət işi üzrə Rəhim Qaziyevin həbsi barədə təqdimat Milli Məclisdə demək olar hazırdır. Bu barədə cinayət işinin nömrəsi 18-35-309-dur. Yəqin ki, Əli müəllim bu barədə məndən sonra özü də məlumat verir. Və bu işlər barəsində daha ətraflı danışarlar. Hüquq mühafizə orqanları bilirlər bunun hamısını. Mən konkret faktları bir daha demək istəyirəm ki, bu bir ilə yaxın cinayət işi tamamlanıb hazırdır. Şuşanın verilməsində bilavasitə Rəhim Qaziyevin iştirakı bu cinayət işi ilə tamamilə sübut olunur. Müstəntiq Xasiyev bu cinayət işini aparandır. Dəfələrlə mən onunla olan söhbətdə və mənim kimi o, yenə deyirəm, bir qrup uşaqların ona yaxınlaşıb həmişə maraqlananda ki, bu Şuşa işi nə vaxt açılacaqdır, Laçın işi nə vaxt açılacaqdır, o həmişə bizə deyibdir. Cinayət işi açılır, ancaq Milli Məclisdən razılıq alması məsələsi ləngidilir. Bundan sonra mən özüm dəfələrlə olmuşam keçmiş baş prokurorun istintaq üzrə müavini İbrahim Tatiyevin yanında. İndi yəqin eşidir və yaxşı da məni tanıyır. Dəfələrlə mən ona demişəm ki, İbrahim Tatiyev, qeyrətiniz olsun, müraciət eləyin. İbrahim Tatiyev mənə deyibdir ki, müraciət eləyirik, ancaq Prezident Əbülfəz Elçi bəy qorxur ki, burada Rəhim Qaziyev Azərbaycanda vətəndaş müharibəsi törədəcəkdir. Ancaq bu qorxu nəticəsində bu razılıq alınmıyor. Rəhim Qaziyev bugünkü günə qədər burada oturur. Başqa cinayətlər haqqında, şu hadisələr haqqında mən bircə kəlmə demək istəyirəm. Burada oturur hərbiçi general Timoşenko. Əgər mən düz deməsəm, o mənim dediklərimi təkzib eləyə bilər. Şuşa 8-də veriləndə ayın 10-una qədər bütün millət aldadılır. Şuşa bizdədir. Və bu informasiyaları mən götürmüşəm televiziya şirkətindən. Bu informasiyalar televiziya şirkətinə Müdafiə Nazirliyindən gəlibdir ki, Şuşa bizdədir. Müharibənin qanunları var. Уважаемый генерал, если я не прав буду, я прошу меня опровергнуть. Hücum eləyən tərəf aldığı mövqeni birinci onun öhdəsində duran şərt aldığı mövqedə möhkəmlənməkdir. Rəhim Qaziyevin köməkliyi ilə ermənilərə 2 gün vaxt verildi ki, ermənilər Şuşada möhkəmlənsin. Məğlub olan tərəfin birinci məqsədi hücum edənin həmin mövqedə möhkəmlənməsinə yol verməməkdir. Rəhim Qaziyev bunu deyilədi, 2 gün Müdafiə Nazirliyi, bir adam bir tədbir görülmədi ki, ermənilər Şuşada möhkəmlənməsin. Bundan başqa, Şuşa məsələsindən başqa. Yəqin bu Milli Məclis üzvləri qəşəng bilirlər ki, Respublika Hərbi Prokuroru Rövşən Əliyev hərbi prokuror təyin olanda birinci onun əleyhinə olan Rəhim Qaziyev olmuşdur. Niyə? Ona görə ki, Rövşən Əliyevdə ətraflı məlumatlar var idi Rəhim Qaziyevin cinayətləri barədə. Rövşən Əliyevi hücum çəkən Rəhim Qaziyevin göstərişi ilə hərbi polis Bakı şəhər prokurorluğuna gəlib ona aparmaq istəyirdi. Ona imkan olmayanda orada seyfdə sənədlər var idi, ona aparmaq istəyirdilər. Bunu Rəhim Qaziyev yaxşı bilir və onun göstərişindən olmuşdur. Həmin vaxt Rövşən Əliyev gəldi
Respublika prokurorluğunda kollegiya gedirdi. Vəsiqəni atdı ki, mən belə işləyə bilmirəm. Murad müəllim baba əvər buradadırsa da o şahididir bunun. Bundan başqa, bütün hüquq prokuroru işçiləri hamı bilir ki, Rahim Qaziyevin öz türməsi var idi. Həmin türmədə aylarla adamlar heç bir prokurorun sanksiyası olmadan saxlanılırdı. Aylarla. Bir adam yox, bir neçə adamlar. Buna qarşı Respublika prokuroru heç bir tədbir görə bilmirdi. Ona görə ki, məni vahimiyə gətirən, mən 15 yıl Rusiyada olmuşam, mən həmişə ruslarla söhbətdə deyirdim, bizim millətdən qoçaq qorxmaz yoxdur. İndi məni vahimiyə gətirən bu qorxaqlıqdır ki, haradadır bu qorxaqlıq? Bunu hamı bilirdi. Hamı, bunu bütün Azərbaycan bilir, amma hamı qorxur. Hamı istəyirdi bu sözləri kimsə başqası atsın. Dünənlərin bunu el ağsaqqalı açıb deyəndən sonra da burada cürət tapıb, onun dediklərini təsdiq edən ikinci adamlar tapılmadı. Budur məni vadar eləyən buraya gəlmək. Söhbətdə müstəntiq Xasiyevlə. Mən indi üzr istəyirəm, elə şeylər var idi ki, əgər adi qayda olsa onları açmaq lazım olmazdı. Etik normasından kənara bəlkə çıxıram, mən üzr istəyirəm anda. Ona görə ki, bugünkü gün mən bunları deməyə bilmərəm. Məcid Xasiyev dəfələrlə söhbətdə, mən xahiş eləyəndə ki, Məcid, sən qorxursan, mənə verginən onları mən çıxış eləyim deyim o faktlarla. Rəhim Qaziyev deyirdi ki, mən yox, mənim ekspertimi Rəhimin adamları 2 gün apardılar, gizlətdilər, hədə qorxu gəldilər, buraxandan sonra ekspert lalkar oldu. Mən ona görə qorxuram. Bunu Məcid Xasiyev deyir, şahiddir, yəqin eşidir, Respublika Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi. İbrahim Tatiyev, prokurorun muavini bu işləri qəşəng bilir. Və o muavin təyin olunanda onun cavan, təcrübəsiz olmasına baxmayaraq, mən onu müdafiə eləyəndə, bugünkü günə qədər də ona xəcalət çəkirəm. Mən onu bir şərtlə müdafiə eləmişdim ki, İbrahim Tatiyev, sən də bizi kimi sıravi işçisən. Muavin olanda biz köməkləşib o işin axırına çıxmağına yerinə yetirəcək, o söz vermişdi. Amma vəzifə tutan kimi qorxdu, o da qorxdu. Mən bir şeylə yenə deyirəm, burada hüquq mühafizə orqanlarının işçiləri çıxış eləyəndə həmişə deyirlər ki, qanun var, qanuna görə olmaz. Bu günlərim Heydər müəllim, mən üzr istəyirəm sizdən. Siz Daxili İşlər Nazirinə irad tutanda ki, nə üçün silahlı vətəndaşları saxlayıb sonra buraxmışsınız, Daxili İşlər Naziri də bunu qanunla izah eləmək istədi. Ancaq qanunla elədi ki, silah tutulana 1 ildən 5 ilə qədər cəza tutulur və onun haqqında həbs qətimkan tədbiri seçilməlidir. Bu qanunla belədir. Qanunla həbs qətimkan tədbiri seçilməlidir. Bizdə bu qədər hüquq mühafizə orqanları var. Biz niyə danışırıq? Bütün hüquq mühafizə orqanlarında məni kimi, məndən də artıq uşaqlar çoxdur. Biz ancaq dərdimizi bir-birinə açırıq. Bir-birimizə deyirdik ki, bu niyə olmur? Rəhim Qaziyevin o silahlı dəstələri barədə, bu heç kim üçün belə məxfi deyil, hamı bilir bunu. Və Rəhim Qaziyev kimi başqalarının da silahlı dəstələri. Nə üçün bir dəfə hüquq mühafizə orqanları maraqlanmırlar, bunlar kim tərəfindən maliyyələşdirilir? Hökumət tərəfindən icazə yoxdur. Bu nə cürdür? Mən nə cür cavab verim ki, mən nə cür dövlət ittihamını müdafiə eləyəydim prokuror kimi ki, bir dənə tapançanı bəlkə də özünü qorumaq üçün alana mən 5 il cəza istəyirəm ki, tapançanı qanunsuz alıbsan. Bu qanun var, amma Rəhim Qaziyev ətrafında top tüfəng kəzdirir. Bir nəfər ondan soruşmur. Bu dövlət deməkdir, bu dövlətsizlik deməkdir, dövlət deyil. Mən üzr istəyirəm, Heydər müəllim, mən Rəhim Qaziyev haqqında o cinayətləri saymaq olar. Azərbaycan Respublikasının cinayət məcəlləsində olan maddələrin yarısını ona həvalə etmək olar. O qədər cinayət törədir. Və onun ən nəhayət, ən ağır törətdiyi cinayət dünənlərin bu zalda. Bu zalda sizi təhqir eləmək, o tək sizi təhqir eləmədi. O Azərbaycan xalqını, Azərbaycan xalqının ümidini təhqir elədi. Bundan başqa hörmətli deputatlar, o sizi təhqir elədi. Buna nə cür dözürsünüz? Mən siyasətə qarışmıram, qarışmaq istəmirəm. Mən ixtisasımca hüquqşünasam və hüquqşünas olmaq istəyirəm. Amma mənim bura çıxmağıma yenə deyirəm, məni o uşaqlarla söhbətdə deyən idi ki, kimin imkanı olsa çıxsın, söyləsin bunu. Bu imkan indi mənim əlimə düşdü. 4 adamdan xahiş elədim, buraya çıxıb mənə kömək eləsinlər ki, çıxış eləyib bu barədə deməyə. Mən
bircə şey demək istəyirəm ki, Rəhim Qaziyevin əgər bu millət vəkilləri istəyirlərsə, bütün üstlərində olan günahları yusunlar, bugünkü günü Rəhim Qaziyevin bu zaldan çıxması millət vəkilləri üçün, şəxsən mənim üçün, Azərbaycanlı üçün bu təhqir olacaqdır. Ona görə ki, onun cinayətləri əsas verir ki, Respublika prokuroru təqdimatla müraciət eləsin və Milli Məclis onun deputat toxunulmamazlığının üstündən götürsün, onun həbs edilməsi barəsində razılıq verilsin. Onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə razılıq verilsin. Halbuki həmin cinayət işləri, mən yenə deyirəm, tamamlanmış halda kiflənir Respublika prokuroru olur. Mən üzr istəyirəm, həyəcanlıyam, bəlkə daha çox deyiləsi sözlər var idi. Rəhim Qaziyevin o suyu qəsdi özünə təşkil etdiyi, bütün Respublika bu barədə danışdı ki, orada neçə adamlar həlak oldu. Nə üçün bunu heç araşdıran yox? Mən yenə deyirəm, siz mənə sual verə bilərsiniz ki, siz hüquq mühafizə orqanının işçisiniz, nə üçün eləmirsiniz? Bizim imkanımız yoxdur, hər adamın öz prosesual borcu var. Mənim borcumda deyil. Ancaq bizim də imkanımız yox idi onu axıra çatdırmaq. Bir şəxs də mənə müraciət edib. Xıdır Alovlu, Sumqayıt şəhəri. Mən Rəhim Qaziyev haqqında danışmaq istəyirəm. Rəhim Qaziyev Şuşaya 100 nəfər başında adam apardı. Ki, gedib Şuşanı qorusun. Və orada bir nəfər çıxdı, nədənsə Rəhim Qaziyev öldürmədi. 7-8 nəfər Azərbaycanını öldürdü. Kim idi bunlar? Hadisənin xronologiyasından dərindən az çox məşğul olduğuma görə sizə deyim və bizim Təhlükəsizlik Naziri və o əməkdaşları bunu araşdırmalıdırlar. O 100 nəfərin kim olduğu müəyyənləşməlidir. Onların içərisində olanların 30%-i Azərbaycan dilini bilən ermənilər idi. Və o 100 nəfəri siyasını çıxardıb araşdırmaq lazımdır ki, onların atası, anası, o adamlar, o şəxsiyyət mövcuddurmu? Kimlər idi bunlar? Və Şuşanın verilməsi məsələsində hamımızın gözü qarşısında bu fakt oldu. Tankların, pekerlərin benzini yanacağı çıxarılıb yerinə su doldurulmuşdu. Məsul şəxs kimi Rəhim Qaziyev oradaydı. Azərbaycanın özü öz pekerinin içərisində yanacağını çıxardıb və pis vəziyyət yarada bilərdi. Nəyə görə bu vəziyyət yaranmış? Kim bunu törətmişdir? Sözsüz ki, bu faktların hamısı araşdırılmalıdır və Rəhimin birbaşa onun Şuşaya getməsi, nə məqsədlə getməsi, bir avazda Şuşanın təhvil verilməsi ilə bağlı olan məsələdir. Şuşa verildi. Çox qəribədir ki, Qubadlıda Şahin Musayev tutulmuşdu. Qubadlını da vermək istəyirdi. Rəhim ciddi cəhdən getdi, oradan qutaşdırdı, gətirdi, aradan çıxartdırdı, Azərbaycandan çıxdı getdi. Şahin Musayevin şəxsiyyətini araşdırmaq lazımdır. Kimdir, bu adam nəsidir? Millət səviyyəsində satqınlıq edir. Xalqın taleyini belə aşağı səviyyəli adamlar qumara qoyublar. Ya, başqa bir fakt deyim sizə. Niyə bunu biz yaddan çıxardırıq? Yaqub Məmmədov, Ali Sovetin sədri, televizorda çıxış elədi, dedi, Şuşanın verilməsində mən məlumat ala bilmədim. Yevlağa getdim, Ağdama getdim, Rəhimi tapa bilmirəm. Rəhimi Respublikada tapa bilmədim, Gəncə getib tapa bilmədim. Dedilər, Rəhim Qasım Moskvadadır. Rəhim 2 gün gizləndi ki, ermənilər düz deyir oğlan, məndən qabaq Şuşadan arası düz dedi. Şuşada möhkəmləndirsinlər. Haradaydı bu müdafiə naziri? Şuşa kimi şəhərə əldən gedib onu Ali Sovetin sədri tapa bilmir. Bunlar hamısı düşünülmüş, planlaşdırılmış oyunlar ki, bu milletin başına bu adamlar getirdilər. Sonra Rəhim Qaziyevin rüşvətvorluğu haqqında. O institutda nələr var, onu mən lazım gəlsə müəyyən məlumatlar verəcəm və vermişəm. Deyin görüm, onun muavini, Kadrlar Üzərgərəsi muavini, onun kabinetindən, evindən 2 milyon dollara yaxın pul tapıldı. Məgər bu Rəhim Qaziyev görmürdü ki, onun muavinə ilə məşğuldur. Əgər onun evindən 2 milyon dollar pul tapılıbsa, deməli, Rəhimdə ondan bəlkə də 10 dəfə, 15 dəfə çox pul toplanır. Bunu məgər xalq görür, bəzən burada elə məsələlər olur ki, açılmır, inandırıram sizi. Mən misal xalqın bütün təbəqələrin arasındayım. Xalq bir-bir bunların hamısını tanıyır. Kim olduklarını dəqiqdən bilir. Milyon haqqında cinayətçi qaldırılmadı. Niyə həmin o 2 milyon dollar əlinə vəsait keçirən adam Rəhimlə bərabər İslam kürsü qarşısında bu günə kimi dayanmayıblar? Rəhim Qaziyevin böyük bir cinayət, ən böyük cinayət ondan biz arası oldu ki, burada Valih Bəşşadlı kimi hərbi mütəxəssisləri burada başına oynaşdılar. Başına bir buxara qoyub televizorda mən onu gördüm. Ona deməli sual verdilər, sizi millət
ordu deməli qərar rəhbəri qoymaq istəyirlər, Müdafiə Naziri razısınızmı? Əgər xalqın mənə etimad göstərərsə, mən olaram. Hansı mənəvi haqqın var sənin Müdafiə Naziri olmağa? Sənin müdafiə hərbidən heç olmasa bir aşağı bir yefretor dərəcəsində sənin məlumatın yoxdur. Bundan böyük cinayət ola bilərdi bu xalqa törətdi. Və ordu bizim tamamilə bugün darmadağın olub və bir şey də sürmələrinizə çatdırım. Çox xahiş edirəm Milli Təhlükəsizlik Nazirindən buna xüsusi fikir versinlər. Bu saat bizim orduda deməli zabitlər var, erməni milliyyətinə mənsub olan Azərbaycanlı pasportundan. Bizim orduda zabitlərin milliyyəti, mənşəyi qətiyyən yoxlanılmır. Və onlar bugün bizim o faciələrimizi törətməkdə onlar günahkarlardılar. Sizə yenə xahiş edirəm. Cani cəzasını almayınca bu vətən, bu millət məhv olub gedir və bugün caninin cəzasını burada verməyiniz vacibdir. Evlatlarınızın, millətin, xalqın, seçkilərinizin qabağına qeyrətlə gedin, anlı açıq gedin. Vətən dar gündədir. Sağ olun. Eyrullah Əliyev buyursun. Məclis üzvü. Hörmətli sədir, hörmətli millət vəkilləri. Mən dünən yazılmışdım çıxışa. Çox çıxışlar oldu, belə növbə çatmadı. Bugün də gec deyil. Deyilənləri təkrar etməyə çalışacağım. Əlikram Hümbətovun hərəkəti vahid bir xalqa arxadan zərbədir. Beynəlmiləli bir xalqa arxadan zərbədir. Xalqlar dostluğu amalına arxadan zərbədir. Milli Azadlıq Hərəkatının özünə böyük zərbədir. 88-ci ildə hüquqi demokratik dövlət, müstəqil suveren dövlət Azərbaycan uğrunda şüarları ilə meydana çıxmış bir dəstənin indi avtomat dili ilə danışması hər bir kəsin düşüncə tərzinin, onun sərbəst ifadəsinin meydana çıxmasına mane olmaq özünə xəyanətdir, xalqa böyük xəyanətdir. Mən də Cəlilabadda müəyyən qədər işlədim, yadıma salıram. Orada statistik rəqəmləri sırasında Heydər müəllim, deməli bir nəfər asetin, partiya çokluğunda deyək ki, bir nəfər asetin var göstərilib, Ləzgi var göstərilib, Udin var göstərilib, Mordva var göstərilib, Ukrayna var, Belarus var və s. var, amma bir nəfər talış göstərilmir. Bu o deməkdir ki, deməli biz heç bir milləti, heç bir etnik qrupu assimilasiya eləmirik. Kim varsa o adı ilə tanınır. Amma bu axı dırnaqla ətin birləşməsi kimi birləşmiş bir xalqıq biz. Heç vaxt aramızdan su keçməmiş bir xalqıq biz. Bizi nədən ötürü belə eləsinlər? İndi bunu deyirəm ki, bir dəfəlik, bu qeyri-qanuni bir qurumdur, qeyri-qanuni bir hərəkətdir. Digər tərəfdən, Dilruba xanım öyünləri çox yaxşı bir söz dedi. Ben de hesap edirəm ki, oraya getmiş ziyallarımızın da günahıdır. Çünkü gördüğünüz gibi 5. ayın 13'ünde danışarken bu ve diğer şekilde hərrəyi fırlayırlar, deyirlər, sosyal iqtisadi problemler de vardı. Lənkəranın su basır, bunu problemdir. Lənkəranın su basır, Bakının bağlarının su basmır. Bu problemdir meğer. Ümumiyyətlə sosial iqtisadi problem nisbi bir söhbətdir. Bu heç zaman, heç bir kəsin tələbatının təmin olunmayacağı bir problemdir. Həyat inkişaf edir, insan siyasi iqtisad qanunlarına müvafiq olarak istehsal münasibətlərinin en çevik bir qüvvəsi kimi daim inkişaf etməkdədir, daim onun tələbatı inkişaf etməkdədir, yeni tələblər çıxardır. Eyvallah müəllim, bilirəm, ziyalı adamsınız, çoxdan tanıyıram sizi. Amma burada hər dəfə deyirik ki, münasibət bildirməlidir və münasibət də konkret bildirməlidir. Mən heç kəsin çıxışına irad tutmaq istəmirəm, hər bir çıxışın sahibidir. Ancaq burada indi bu Xıdır Alovlu çıxış elədi. Nə millət məclis üzvüdür, nə millət vəkilidir, nə məclis üzvüdür və burada gəldi, həyəcanlı çıxış elədi. Və məclis üzvlərinə müraciət elədi ki, cəsarətli olun. Mən başqa şey demək istəmirəm.
Yoxsa axı biz belə bu təkrar etmək, bu belə hekayə söyləmək, ədəbiyyatçısınız, yazın kitablarınızı, romanlarınızı yazın. Başa düşürsünüzmü? Mən sizi çoxdan tanıyacağım. Axı bu belə hekayə söyləmək, içində də mən bir dənə rasyonalni zerno görmədim. Dünənləri belə bir rast tutdum Hacı Baba müəllimə, sonra gəldi məndən narazılıq elədi. Ola bilər narazı olsun, mən amma həqiqəti deyən adamım. Həqiqəti üzünə deyən adamım. Sizin də üzünüzdə deyirəm. Kəmran Rəhimov da sizin yanınızda oturmuşdu, dünən fırladı, bir dənə konkret söz demədi. Onu da çoxdan tanıyırım. Sultan Məmmədov, buyursun. Hörmətli sədr, hörmətli millət vəkilləri. Son bir həftə ərzində Lənkəranda gedən separatçılıq hərəkatının açıqlanması, 4 gün bundan qabaq Ali Sovetdə keçirilən müşavirə, dünənki bugünkü müzakirə və mətbuatda gedən yazılardan aydın olur ki, Lənkəranda separatçılıq hərəkatının bir məqsədi var, o da Respublikada hakimiyyət iddiasıdır. Dünənki Azərbaycan qəzetində Hərbi Müdafiə Nazirinin verdiyi məlumata görə ermənilər Tabuzdan Cəbrayılə qədər bütün cəhbə boyu hücuma keçiblər. 16-sında 12 kəndi işğal ediblər. Adamlar qırılır, kəndlər yandırılır, şəhərlər dağıdılır. Belə bir vaxtda Azərbaycanda hakimiyyət davası eləmək, mən hesab edirəm, bu xəyanətdir, xalqa xəyanətdir. Bu, Lənkəranda gedən separatçılıq hərəkatının başqa heç bir əsası yoxdur. Mən belə hesab edirəm ki, biz vəziyyətdən çıxmaq üçün fövqəladə sərt tədbirlər görməliyik. Fövqəladə vəziyyət rejimi sabitliyin təmin edilməsini təmin etmir. Mən belə hesab edirəm ki, biz hərbi vəziyyət elan etməliyik. Bütün qüvvələr müharibə məqsədinə yönəldilməlidir və bütün tədbirlər, bütün hərəkətlər hərbi vəziyyətin tələbi səviyyəsində qiymətləndirilməlidir. O ki, qaldır Rəhim Qaziyevin dünənki hərəkətinə, mən də belə hesab edirəm, bu Azərbaycan xalqı üçün təhqirdir və məndən qabaq çıxış edən deputatların təklifini müdafiə edirəm, onun Milli Məclisdə qalıb-qalmaması məsələsinin səsə qoyulmasını təklif edirəm. Və mən belə hesab edirəm ki, biz uzun-uzadı müzakirələrə son qoymalıyıq. Konkret qərar var və o qərarın ətrafında müzakirə aparmalıyıq və vəziyyətdən çıxmaq üçün bütün bu cinayət fəaliyyətinə son qoymaq üçün müvafiq qərar qəbul etməliyik. Sağ olun. Tabloda görürsünüz, siyahı böyükdür. Ancaq mən hiss edirəm, yəqin siz də hiss edirsiniz ki, təkrarlar çoxdur. Məsələ də demək olar ki, aydındır. Ona görə əgər etiraz etmirsənsə, millət və məclis üzvü Hicran Kərimli xahiş edib, ona söz verək. Sonra bizim məclis üzvü Ağsaqqal Tofiq Bağırov söz deyir. Sürət Hüseynov mənə demiş ki, danışmaq istəyir. Söz verək. Sürət Hüseynov indi əgər hökumət üzvlərindən istəyirlərsə danışsınlar. Ali Sovetin mən sədri kimi danışıram, dünəndən bugünə qədər müavinlər istəyirlər danışsınlar, etirazım yoxdur. Və bununla da tamamlayaq. Ancaq yenə də rica edirəm. Bilirsiniz, məsələnin təsvirindən keçin. Bu təsvir olunubdur. Hekayə danışırlar bəziləri. Bunlar lazım deyil. Konkret məsələdir. Məsələ də ondan ibarətdir ki, bu rayonlarda, cənub rayonlarda gedən proses Ələşrəm Hümmətovun qeyri-qanuni hərəkətləri, bu Ələşrəm Hümmətovun istiqamətləndirən və edən mənim fikrimcə və millət vəkillərinin çoxu da buna razı olacaq ki, Rəhim Qaziyev və onun kimi adamlar və bunlara olan münasibət, qiymət tutardı yetdi. Yoxsa hər şey, hər bir çıxış edən yenə də bunu təsvir eləyəcək, nə bilim, hekayə söyləyəcək də bu vaxt gedir axı. Ümumiyyətcə, bunun məzmunu artıq məlumdur. Lerik rayonunun icra hakimi çox məndən təkiddən xahiş edir ki, ona söz verim. Çünki Lerik rayonudur. Bəli, bu əsasən orada talışlar yaşayırlar, icra hakimidir. Mən buna söz verməliyim. Ancaq xahiş edirəm çox qısa, konkret. Mən Lerik rayon icra hakimiyyətinin başçısıyam. Adım Asimandır, familiyam Quliyevdir. Bir il bundan qabaq, deməli, iyulun 15-də Lerik rayon icra hakimiyyətinin başçı təyin olmuşam. Ona qədər İqtisadiyyat İnstitutunda siyasət kafedrasının
müəllimiyəm, iqtisad elmləri naziriyəm. Deməli, Əlişiram Hümmətovun nəzarət etdiyi rayonlardan ən axırıncı, deməli, bu ərazini tərk mən eləmişəm ayın 21-də, iyulun 21-də. Rayonda bu və digər problemlər üzə çıxırdı. Problemlər haqqında danışmağın indi yeri deyil. Əsas indiki o yaranmış dövrə görə. Mən özüm şəxsən Hümmətovla 2 dəfə söhbətim olub və söhbətimin əsasında, birinci dəfə söhbətim olanda məndə belə təəssürat yarandı ki, bu Azərbaycanda indiki gedən prosesin, deməli, milli etnik dövründə olan prosesin, deməli, davamıdır və bunu siyasi mübarizə kimi qəbul eləyirdim. Hətta o vaxt rayonun ağsaqqallarını və idarə müdürlərini yanıma dəvət eləyib, onlara dedim, lazımdırsa mən çıxıb gedim və siz öz nümayəndənizi təyin edin. Və onlar yığışıb gəldilər, dedilər ki, bizim vahid namizədimiz yoxdur, namizədli üstündə mübahisə düşə bilər, ona görə sənin qalmağın hələ məsləhətdir. Bu cür şəraitdə iş gedə-gedə vəziyyət get-gedə gərginləşdi. Gərginləşmənin səbəbi ondan ibarət oldu ki, deməli, əvvəllər iqtisadi, deməli, azadlıq istəyən muxtariyyata, muxtariyyatdan respublikaya, respublikadan dövlətçiliyə doğru meyl getdi. Mən sadalamaq istəyirəm ki, bəzi burada çıxış eləyənlər, Heydər müəllimin özü də tez-tez müraciət eləyir. Burada bəzi adamların adları çəkilmir, bəzi adamların, deməli, fəaliyyətləri qiymətləndirilmir, hamı ümumi danışır. Mənə gəlir ki, əgər Bakıda siyasi qüvvələri tənzim edən adamlar bu prosesdə əl qatmasaydılar, bu günləri biz, deməli, Hümmətovu, deməli, bu cərgidə görməzdik. Deməli, Hümmətovun prosesi yaranında artıq, deməli, burada yaranan müəyyən bir qrupların bunlara qarşı marağı yarandı. Bu qrupun adı fevral ayında Heydər müəllim formalaşmışdı, Cənub qrupudur. Və bu qrup, deməli, deputatlardan ibarətdir və bu deputat Cənub qrupu, deməli, bunu dəstəkləməyə başladı. Və tədricən bu proses, deməli, bu dərəcədə, deməli, formalaşdı. Mənə elə gəlir ki, yerli əhali, mən yerli əhali ilə söhbət eləmişəm, onlar özləri gəlirdilər və onların heç birinin marağı yoxdur ki, bu cür bir respublika yaransın. Çünki bu cür respublikanın yaranması əhaliyə sərf eləmir. O bölgənin əhalinin böyük bir qismi Bakıda, Sumqayıtda, digər sənaye mərkəzlərində yaşayırlar və onlar hamısı maraqlıdırlar ki, deməli, Azərbaycan vahid dövlət kimi qalsın. Ən axırıncı dəfə mənə Cəngəmran kəndinin əhalisi gəlmişdir və onlar deyirlər, bizim kənddə 180 ev var, hesablamışıq axşam, deməli, 210 evimiz bizim Bakıda var. Biz istəmirik Azərbaycan dövlətindən ayrılaq və biz bu prosesə getməyəcəyik. Digər tərəfdən buradan sadalanır ki, güclü ordu vardır. Ordu güclü ola bilər, onun güclü silahları da ola bilər. Lakin bir şeyini də çatdırın ki, ordunun tərkibində xidmət edən əskərlərin böyük əksəriyyəti Azərbaycanın müxtəlif ərazilərindən. Oradan, deməli, Sumqayıtdan, Xaçmazdan, Əli-Bayramdan, Bakının özündən, Qəsar rayonlardan, deməli, əskərlər vardır. Deməli, Lerikə göndərilmiş 12 əskərin arasında müxtəlif rayonlardan vardır ki, o rayonların birində mən danada olmuşam. Mən ona dedim ki, sən mənə güllə atarsan, mən ona dedim, mən Lerikli deyiləm, mənim atam Leriklidir, amma başqa danada olmuşam. Mən dedim ki, yox, atmaram. Cəmaatı nədən maraqlandırırlar? Cəmaatı maraqlandırırlar ki, siz müharibəyə getməyəcəksiniz. Deməli, bu qurumun ətrafında toplanan, deməli, siyasi qüvvələr, o qüvvələrdirlər ki, onlar qorxaqdırlar, dövlətin müdafiə eləmək istəmirlər. Deməli, bunlar Azərbaycan dövlətini qorumayıblarsa, bu yaratdıqları Talış Respublikasını da silahla qorumayacaqlar. Bu istiqamətə də fikir vermək lazımdır. Digər tərəfdən, mən Bakıda olan müddətdə öyrəndim ki, Talış Respublikasının Ali Soveti çağırılıb və Talış Respublikasının Ali Sovetinə fəlsəfə elmləri namizədi Abbasov adlı birini sədr seçiblər. Bu adam mən tanıyıram. Bu adam, deməli, uzun müddət siyasətlə məşğul olub, uzun müddət yəni mən bu son 1-2 il nəzər tuturam və tez-tez millət qəzetində milli münasibətlərə aid, digər, deməli, bu cür problemlərə aid seri məqalələri çıxıb onun aprel-may aylarında. İndi görünür ki, o yazdığı nəzəriyyəni praktikaya çevirmək fikrindədir. Fəxrəddin Abbasov həmişə mənə deyərdi ki, mən Həsən Şirəliyevi atamdan çox hörmət edirəm. Deyirəm, niyə? Deyir ki, atam mənə əgər orta təhsil veribsə, o mənə alim eləyir. Amma bu günləri Abbasov gedib Azərbaycan dövlətinin ən çətin dövründə onun, deməli, ermənilərin tuta bilmədiyi qədər bir ərazini Azərbaycandan ayırır. Mənə gəlir ki, bu günləri burada mən oturub baxıram,
millət vəkillərini görürəm. Mənim yerim Əskər Məmmədovu görürəm. Cəfər Quliyev burada olmalıydı. Ataxan Şiriyev olmalıydı. Hansı ki, indi özünü Ümmətov tərəfindən icra başçı təyin etdirib. Bunlar gedib lerikdə oturmalıydılar. Mən inanıram ki, Ümmətov əgər siyasi meydana 2 ildir, 3 ildir gəliblər. Bu adamları o xalq illərlə, 10 illərlə yetişdirib. Və onlar orada olsalar, heç kim imkan verməz ki, onların ləyaqətinə toxunsunlar, onları ağır söz dilsinlər. Mən adi elmdən namizədiyəm, nə millət vəkiliyəm, heç vədə vəsəm olmuyor. Mən orada gördüm ki, xalq məni necə qoruyur. Axırda özüm ona görə gəldim ki, qan tökülməz. Ona görə mən təklif edirəm, Heydər müəllim, burada biz deputatları söhbədə çəkməyək, o zonanın deputatları var, onları öz kəndlərinə göndərmək lazımdır və onlar öz məqsədlərini əyani şəkildə göstərsinlər. Burada bir söz deyib, başqa yerdə başqa söz deyib və s. işlərlə məşğul olmasın. Bu qədər. Cəfər Quliyev bizim xalq deputatıdır və Cəfər Quliyevi mən çoxdan tanıyıram. Vaxtilə Azərbaycan Komünist Partiyasının Mərkəzi Komitəsində işləyəndə Cəfər Quliyevi biz götürdük inzibati şöbəyə instruktor, təlimatçı və onun sonraki bütün inkişafı bizim nəzarətimiz altında və bizim himayəmiz altında keçir. Onu o vaxtları o işə götürəndə heç vaxt mən anketə baxmırdım ki, bu talışdır, Azərbaycanlıdır, filandır. Sonra mən ikinci dəfə Azərbaycana qayıdıb bu salona gələndə gördüm ki, o artıq prokuror mavinidir, general rütbəsində bir formada gəzir, professordur, doktoruna oxudu. Bu, burada olmalıdır yəni. Əgər buradadırsa, öz sözünü desin. Burada deyilsə, canlı yayın gedir. O özünü çatdırsın bura. Çünki yenə də deyirəm, təxminən bir 73-cü ildə, 74-cü ildə biz onu Mərkəzi Komitəyə götürmüşük, bəsləmişik, böyütmüşük, şərait yaratmışıq ona, böyük vəzifələr alıbdır. Özdə o zonada mən bilirəm ki, hörmətli bir adamdır, öz sözünü deməlidir. Qəsdən məzuniyyətə gedirdi, başa düşdüm. Aydındır, aydındır, aydındır. Ona görə mən hər şeyi deyirəm, açıq deyirəm. Qoy xalq da bilsin, burada çıxış edən bizim yoldaşımız Əskər Məmmədovun adını çəkdi. O baş nazirin mavinidir. O günkü müşavirədə ayın 13-də onun çıxışını heç kəs başa düşə bilməz. Heç kəs. Mən istədim bir 2-3 nəfər belə o dilçi zat çağıram ki, sonra bunun bu çıxışını bir təhlil eləsinlər, bunun mənasını mənə desinlər. Ancaq o bir şey çıxmadı. Dedilər ki, biz bir zaklüçeniya verə bilmərik. Ona görə mən istərdim ki, Əskər Məmmədov hazırlaşsın, elə danışsın ki, başa düşə bilək. Və öz sözünü desin. Fərqi yoxdur, hansı mövqedən çıxış edəcək, hansı mövqedən çıxış edəcək, nə deyəcək, fərqi yoxdur. Amma bugün məclis və xalq Əskər Məmmədovun baş nazirin mavini kimi və o tərəfdə olan adam kimi sözünü dəqiq eşitməlidir. Sonra mən bizim müşavirdən sonra ayın 13-də bizim baş nazirin birinci mahvidi Vahid Əhmədov, bir dəqiqə tələsin, bir balaca imkan ver. Vahid Əhmədova danışdıq, telefon eləmişdi mənə. Mən ona dedim, bilirsən Vahid, sənin çıxışını mən anlamadım. Ancaq bir şey anladım ki, sən həm nala vurursan, həm də muxa vurursan. Və dedim ki, nala muxa vurmaq vaxtı keçibdir. Mən bilirəm ki, Vahid Əhmədov Ayaz Mütəllibovun vaxtında da baş nazirin birinci mavini idi və Ayaz Mütəllib onu baş nazir eləmək istəyirdi. Əlfəz Elçibəyin vaxtında da birinci mavin idi və Əlfəz Elçibəyin sevimli adamlarından biri idi. Çünki o, əgər el olmasaydı, Müdafiə Şurasının üzvü olmazdı. İndi də birinci mavindir, biz də ona hörmət edirik. Ancaq,
Bilirsiniz, indi elə məqam gəlib çatıb ki, hərə gərək desin, hansı dinə məzhəbə qulluq edir? Xalqa, devlətə, devlətin bütövlüyünə, yaxud da ki, elə burada başqa məclis üzvlərinin çıxışı da ona bənzir. Onlar elə 20 il, 30 ildir böyük işlədilər, bir 3-4 ildə bu salonda otururlar, ona görə elə o tərəfə də vurublar, bu tərəfdə vurublar, ona görə həmişə də oturublar. Ona görə mən rica edirəm, Vahid Əhmədov da bir balaca fikirləşsin və konkret bu barədə öz sözünü desin. Çünki mən sonra Vahid Əhmədova tapşırdım, Ələkrəm orada gedib televiziya ötürücü stansiyanı tutmağa, mən ona telefon elədim, tapşırdım, sonra axşam saat 5-də biz iclasda toplaşmışdıq. Ondan mən bir cavab ala bilmədim. Mən belə dedim, elə dedim, falan elədim. Nə? Baş nazirin birinci muavini bir xırca məsələni həll edə bilmirsə, bizə nə lazımdır belə baş nazirin birinci muavini? Ya işləmək lazımdır, ya mövqe tutmaq lazımdır. Ya da ki, əgər bacarmırsan, yaxud da ki, bu hərəkat, nətər deyərlər, bu mövqelərlə razı ölsən, xudafiz. Ona görə Vahid Əhmədov da öz sözünü deməlidir. İndi başqaları da fikirləşsin, özləri üçün nəticə çıxarsın, bəlkə mən elə adlarını deməmiş özləri deyəcəklər. Buyur əsgər. Əvvəla bu da mən o gündə konkret fikrimi bildirmişdim, indi bildirirəm. Heç kəs özünün siyasi məqsədləri üçün heç bir torpaqdan istiqası eləmir. Bunun heç kəsin haqqı yoxdur. Azərbaycan torpağının, xalqının, vazinin parçalamağı heç kimin ixtiyarı da yoxdur, haqqı da yoxdur, o kim olursa olsun, kimlə də oyuncaq olursa, o cümlələ kimin bət olun özünün də. Heç kəsin haqqı yoxdur. Və bugün bu torpağı parçalı adamların məqsədlərini bugün bura qoyub müzakirə edən adamlar, ondan siyasi xalq ufaqsı adamlar, onların haqqı yoxdur. Yəni, hətta bugün özündə də bu bədbəxt bir problemin üstündə durub ondan oyun çatmağa heç kəsin haqqı yoxdur. Və bu bədbəxt problemin üstündə oturub, onun üstündə özdə haqq qazanmağa heç kəsin haqqı yoxdur. Bugün biz hamımız vəziyyətin qurbanlarıyıq. Biz bugün özümüz yaratdığımız vəziyyətin əsiriyik, onun qabağını qul kimi yanmışıq. Biz bugün öz zəifliyimizin üzündən uzaqdan asan görsünən, yaxınlaşdıqca mürəkkəb mahiyyəti bilinən siyasi ambisiyanın əlində qalmışıq, yazıq adamlara çevrilmişik. Biz bugün üzbəyiz yanmışıq. Biz bugün bir-birimizi yedib parçalayıb öldürürük. Biz bugün özümüzün mənəviyyatımızı, mədəniyyəti, tariximizi nədən ibarət bugün göstərir? Biz kimik? Bax, biz buyuq. Belə olanda ələkə ümmət də yaranacaqdır, başlı da yaranacaqdır, rəhim də yaranacaqdır, hüseyin də yaranacaqdır, əl də yaranacaqdır. Belə sindromlar artacaqdır. Burada hamı günahkardır. Bu zalda günah olmayan adam yoxdur. Bu zalda bütün zal günahkardır. Bütün xalq günahkardır. Biz öz içimizdə bu odu yatmışıq. Biz hamımız günahkarız. Və bugün məni bura çarpmaqla, o çarpmaqla kim deyə bilər ki, hər hansı bir insan öz torpağının parçalamasına da hazırdır. O əzizatlıqdır. Onun yeni adam özü də əzizatdır. Sövqədə iki qat əzizatdır. Bunun başına adı ola bilməz. Bunun ikinci adı ola bilməz. Amma bir var, bir düşmən kimi danışasan, bir də var ki, bu vəziyyətdən 200'lik xabinə kimi istifadə edəsiniz. Bu dəhşətli məsələ. Mən xahiş edirəm, heç kəs Cənub regionunu, mən region adlandırıram çünki o söz özü belə qəbul olunsa yaxşı olar, bu siyasi oyuna qatmasın. Burada bu yoxdur. Niyə bilmirsiniz bu yoxdur? Yəni görmürsünüz bunu siz? Talış, Muxtar, Respublikası, vilayəti, nə bu səbəb ola bilməz bu, yoxdur. Siz niyə hər şeyi bilə-bilə onu təkrar eləmək zövq etdirirsiniz? Mən bu aksiyanı tamamen o gündə aydın danışdım, dedim ki, məsələnin məğzə qaçmaq lazımdır. Onun kökünü axtaran bazıdır, kökü bax, bugün həmin kökdür çıxıb meydana. Kök bundan ibarətdir, həm sözlərim o gündə artıq aydın demişdim, indi aydın deyirəm. Mən bütövlükdə belə hesab edirəm ki, təkcə Talış Muxtar Respublikası probleminin özünün yox, bununla bağlı bütün məsələləri son qoymaq lazımdır. Nəyin başlı olursa son qoymaq lazımdır.
Mənim fikrim belə. Yolun məclis göstərsiniz son qoymaq lazımdır. Aydın oldu her şey. Yok. Şuşa icra başçısı Nizami Bəhmənov. Ben buna söz vermeliyim bu şahsa. Çünkü bu bir icra hakimi değil. Aynı zamanda Dağlıq Qarabağ üzrə Azərbaycan icmasının nümayəndəsi kimi bizim bu Minsk konferansı ATEM çerçevesinde olan danışıqlarda iştirak edir. Bu günler Roma'da indi qayıdıb gəlib. O mesele hakkında yok. Bak bu müzakere olan mesele hakkında xahiş edirəm. Fikriniz varsa buyurun. Hörmətli sədir, hörmətli deputatlar, erkəndir burada əyləşən bəzi deputatlara hörmətli deputat deməklə günahdır. Çünki mən bunları xahiş edirəm, diqqətlə qulaq asın, xahiş edirəm. Təhqir siz bizə 4 adla deyəcəm, ünvanla deyəcəm hamısını. Bəli, ünvanla. Bəli, ünvanınız yetişər, sizə bir dəqiq imkan verəcək. Təhqir olmayacaq. Ünvanla, faktla deyəcəm, təhqir üçün. Oldu. Adına deyəcəm. Sakit olun, axı siz narahat olursunuz. Əvvəl Heydər Bəli, Əliyev yoldaşa. Bəli. Oturanlara yox. Bəzi deputatlara hörmət deputat demək olmaz. Bir dəqiqə bağışlayın. Faktla deyəcəm, qulaq asasın. Bağışlayın, sakit olun. Sakit olun. Sakit olun. Adlarını da işlərsiniz. Bir dəqiqə, siz də sakit olun. Bir dəqiqə sakit olun. Bir dəqiqə sakit olun. Bir dəqiqə sakit olun. Bu salonda o qədər tərbiyəsiz sözlər danışılıb ki, elə deputatlar tərəfindən. Niyə heç həyəcanlaşmamışsınız? Dünənləri Rəhim Qaziyev burada xuliqanlıq elədi. Niyə siz sonra, ondan sonra çıxan məclis üzvləri niyə onun haqqında bir söz demədilər? İndi ne oldu ki bu yazır Şuşada, Şuşa kimi yerin əzabını çəkmiş adam burada indi bir kəlməni belə dedi. Niyə bunun üstüne düşürsün? Mənim qışqırmaya haqqım var. Mən demirəm sizə, adını çəkəcəm. Deməli, mən sizə konkret faktlarla müraciət eləmək istəyirəm. Xahiş edirəm, konkret faktlara diqqətindən qulaq asın. Əvvəlcən, Heydər Əliyev yoldaşa bütün əhalimiz adından minnətlarımızı bildirir ki, bəzi yoldaşları və həmin yoldaşların adlarını bir dəqiqə çəkəcəm. İç yüzlərini açdıqca, xalq onların iç yüzünü görür və onlar bu məsələlərdə nə qədər buradakı vəziyyəti gərginlikdən bu kişinin böyüklüyünü bir daha xalqa sübut edir. Həmin deputatlara da minnətdarıq ki, yoldaş Əliyevin böyüklüyünü bir daha xalqın gözünün qarşısında sübut edir və Heydər Əliyev yoldaşa da minnətdarıq ki, həmin adamların iç yüzünü açıb burada göstərir. Mən Şuşadan başlayacağım konkret faktlarla. Kimin sözü olar, sonra deyər, adlarını da çəkəcəm. Çünki mən bunu vaxtında da demişəm, televizor çıxışımda da demişəm, prokuraturada istintaq gedir, istintaqda da yazılı vermişəm. Rəhim Qaziyev haqqında dünəndən burada söhbət gedir. Rəhim Qaziyev, bilirsiniz ki, ilk dəfə Şuşaya gəlir və milli qəhrəman adını Şuşada qazanır. 8 nəfər üstündə adam ölür, suyu qəsd nəticəsində güya. Və onu öldürən adam, onun öz həmkarı Nail Kazımov tərəfindən səhv eləmirəmsə öldürülür. O adamların valideynlərindən bu televizor qarşısında bir də üzr istəyirəm ki, həmin onların ağır dərdini, onların yadına saldığım üçün onlardan üzr istəyirəm. Allah orada ölən günahsız adamlara qəni-qəni rəhmət eləsin. Şuşanın batalyonların strukturası haqqında 2 kəlmə deyəcəm. Şuşada könüllülər batalyonu olub 2 batalyon. Ramiz Qəmbərovun, Fəxrəddin Səfərovun. Bütün Respublikanın rayonlarından həmin batalyonda vuruşan uşaqlar olub. Çox qeyrətli də uşaqlar olub. Əksəriyyəti də ölən onlar olub. Bir də tək edirəm, Ramiz Qəmbarov özdə rəhmətə gedib, milli qəhrəmanımızdır və Fəxrəddin Səfərov. Yerdə qalan batalyonlar hazır vəziyyətdə gəlib, könüllü vəziyyətdə gəlmir Şuşaya. 4 batalyon. Adın çəkin və keçmiş iqtidarı dəstəkləyən deputatlardan, indi sizə məlum oldu. Topu Qasımov, sizdən xahiş edirəm. İbrahim İbrahimovdan, Təhsil Nazirində işləyən deputatdan,
Sözlərimə diqqətlə qulaq asın, xahiş edirəm. 700 min qaşqın yaratmışsın səs siyasətinin nəticəsində. Ora gəlibdir, Nail Kazımov, Xalq Cəbhəsinin batalyonu adı ilə. Onun da dəstəsində çox gözəl, qeyrətli oğlanlar olur. Mən demirəm, dəstədən söhbət getmir, dəstənin batalyonu komandirindən gedir söhbət. Ora gəlib Tofiq Oğuz, Xalq Cəbhəsinin batalyonu adı ilə. Ora gəlib Nail Kazımov, Xalq batalyonunun cəbhəsi adı ilə. Ora gəlib keçmiş Binəqədinin icra hakiminin başçısı Eytiram bəy, Xalq cəbhəsinin batalyonu adı ilə. Ora gəlib Zeynal bəy, türklərlə böyük şirkət yaradıb, Xalq cəbhəsi batalyonu adı ilə. Və bir də Şuşada olub, düzgün Müdafiə Nazirinin afser, hərbi rütbəsi olan zabitləri və briqada komandiri Orucov, bir də tank korpusunun komandiri Elçin Məmmədov. Elçin Məmmədovla briqada komandiri Elbrus Orucov nə qədər eləsə o batalyonları ümumi komandanın altında birləşdirə bilməz. Çünki onların məqsədi var. Şuşa çox böyük döyüşlərə məruz qalıb, amma şəhərə bircə dəfə hücum olunur. Həmin günü də həmin batalyon komandirləri dəstəsi ilə bir yerdə silahın tökür, şəhəri tərk edir. Və çox təəssüflər ki, o keçmiş iqtidarı dəstəkləyən adamlar, onların gözü tərəfindən, bunların hansı bir şücaətəsinə görə, bunlara burada Şuşa, Laçın verilən kimi vəzifələr verilir. Vəzifələri də sahibilərim. Məmməd bəy, Nərimanov rayon icra hakimiyyətinin tərəfindən avtobazanın baş mühəndis vəzifəsinə. Bütün Şuşanın 2 tiperi maşınları ondadır. Yarısını arazın o bir tərəfinə satıb, nə qədər qalıb bilmirim, asları tapan yoxdur. Eytiram bəy, Binəqədi icra hakimiyyətinin başçısı. Tofiq Oğuz haqqında xəbər yoxdur, itkin düşüb bilmirəm, mən dəqiq deyəmərəm. Zeynal bəy, böyük bir şirkət yaradır. Və nəhayət Nail Kazımov güclü təxribatı bacardığı üçün yenidən Ağdam cəbhəsinə göndərilib. Orada da cinayəti üstündə tutulub. Bu Şuşanın batalyonunun strukturasıdır. Mən ayın 9-u, 10-u, 11-i, 12-si Tuşsu, Laçın bölgəsində olmuşam. Və şahidlərim də burada əyləşibdir hamısı. Saat gecə 11-də təxminən Şuşadan çıxanda Tahir Əliyevlə görüşmüşəm. Tuşsuda 12-15 dəqiq işləmiş. Və bir də Rövşən Cavadovla. Artıq Şuşa getmişdi. Tahir Əliyevin də Daxili İşlər Naziri idi. Xırda bir qüvvü ilə 70-80 nəfərlə gəliblər Tuşsu qəsəbəsinə. Artıq onda Şuşa yox idi. Və onlar heç bir kömək eləmir. Çünki Müdafiə Nazirinin bütün dəstəsi qaçırdı. Və 9, 10, 11, 12-si şəhərin ümumi təsərrüfat işlərindən oradakı bəzi işlərlə məşğul olaq, qoyunu quzunu çıxartmaq üçün orada qalmışam. Orada Etibar bəylə də görüşmüşəm, Arif Hacıyevlə də görüşmüşəm. Onlar da bir padvalda bir yerdə olmuşuq. Ayın 12-sində Bakıya gəlmişəm. Ən böyük faktor Yoldaş Əliyev. Xahiş edirəm, prokuraturada buradadır. Bu böyük vacib. Çünki bunun şahidi bircə mənəm. Mən Yoldaş Yaqub müəllimlə görüşmək üçün müraciət elədim və məni qəbul elədi. Bir Gürşat müəllim olub, Yaqub müəllim olub, Mütəllibov olub, bir də mən olub. Dedilər ki, Mütəllibov yoldaş Yaqub müəllimin yanındadır. Çıxsın bir də Yaqub müəllim siz qəbul edəcək. Mütəllibov yoldaş çıxanda mən ona dedim ki, siz getməyin. Mənim söhbətimdə siz də iştirak eləmək. Çünki siz də bu Respublikanın yiyəsi olmuşsunuz, prezident olmuşsunuz. Və o dedi ki, icazə al, ikinci dəfə Yaqub müəllimlə mən girim içərim. Mən icazəsini aldım, girdik. Orada olan 1 saat 15 dəqiqəli söhbət haqqında sizə məlumat vermək istəmirəm. Bir faktı deyim ki, orada nə söhbətlər oldusa, hansı batalyonun adı çəkilsə, hər ikisi dedi ki, bu filan kəsin dəstəsidir, bu filan kəsin dəstəsidir. Düzü onu deyə bilərəm. Və əsas nəyə gəlirəm? Kölə çıxanda, Yaqub müəllimin yanından çıxanda, Mütəllibov yoldaş əlini saldı çiynimə, dedi, bircə həftəyə narahat olma, ayın 12-si, may ayından söhbət edirəm. Bir həftəyə qədər Şuşadasınız. Onda biz bilmirdik ki, Mütəllibov prezident qoyacaqlar və yaxud da bunu nə qoyacaqlar, ondan bizim xəbərimiz yox idi. Və sonraki hadisələr, dünənki sizin böyük bu izahınız və biz artıq bunu verişəm, mən bayaq deyəndə ki, prokuraturada mən bu məsələni qaldıranda, o lentə alınıqdır. Xahiş edirəm, prokuror, Respublika prokuroru, orada iştirak edib müstəntiqlər,
İstintaqla məşğul olan müstəntiqlər, müavinlər hamısı, bir də Respublikanın keçmiş baş prokuroru İxtiyar Şirinov. Və mən orada demişəm və bir dəfə də Tamerlan müəllimin yanında olan müşavirədə demişəm. Rauf müəllim də səhv eləmirəmsə, həmin müşavirədə iştirak edirdi. Şuşanın getməsinə ayın 8-i İran görüşünü yaddan çıxartmaq olmaz. İran bizim yaxın qardaş devlətimizdir və 30 milyona yaxın İranda bizim qardaş bacılarımız yaşayır. Və mən bunu xırdalayıb deyəcəm, sizə xahiş edirəm ki, nəyə görə 8-ində gedir Şuşa? Ayın 8-i İran görüşü məlum. Ayın 14-ü sesiya məlum. Ayın 16-sı Daşkənddə MDB dövlətlərinin görüşü məlum. Ona görə ayın İran görüşü hava qosuydu, İran görüşünə uyğun buradakı sesiyanın günü müəyyənləşəcəkdir, Daşkənddəki görüşün müəyyənləşəcək ki, İran devləti bizə nə qədər yaxın devlət olsa da qərb devlətləri tərəfində bir İslam fundamentalizm kimi, dövlət kimi tanımır. Onun sülh məramlı bu aksiyada iştirakını qəbul eləməyib qərb dövlətlər. Ona görə də şəxsən 8-i İran görüşünə sabırlar Şuşanın getməsi. Və ayın 14-də artıq bu sesiyanın günü məlum. Şuşa gedib Respublikada bugünkü kimi ictimai vəziyyət dəyişib, sesiya çağrılıb, Mütəllibov gəlibdir prezident və həmin söz ki, maddə ki, bir həftəyə Şuşadasınız, 16-da MDB dövlətlərinin qoşun birləşməsində Rəhim Qaziyev qol çəkir, Mütəllibov da MDB dövlətlərinin, mən demirəm, bu səhv yoldur, düz yoldur, mən siyasətçi deyiləm, mühəndis adamam, amma budur məqzi. Şəhər buna görə verilibdir. Və həmin Rəhim Qaziyevdir ki, o dövrdəki proqramasın indi həyata keçirmək istəyir, yalançı Talış Muxtar Respublikazadı ilə. Ki, yenə Rusiya istəyir ki, Mütəllibov olsun prezident, falan yer istəyir ki, falan kəs olsun prezident. Qardaş, bəs biz neynəməliyik? Mənim artıq dərəcədə burada bizim bölgədən və atəş altında olan rayonun deputatlarından xahiş edilən bəzilərini. Bəs siz nə vaxt danışasınız? Qusarın keçmiş icra hakimi də söz deyir, Nizami Süleymanov. Amma çox rica edirəm, qısa, çox qısa, konkret, çox rica edirəm. Hörmətli Sədir, hörmətli... Bir dəqiqə bağışlayın siz, bir məlumat indi gəlib, mən bunu da sizə çatdırmalıyam. Gəncədən General Zavur Rzayev məlumat verir və ya sizə bir məlumat verdim. Ona görə yəqin bu eşitdir, ona görə Zavur Rzayev məlumat verir. 704 nömrəli briqadanın 2 batalyonunun əskərləri Ağcabəddə vuruşurlar. Onlar heç bir siyasi oyuna qoşulmurlar. Vətən uğrunda son damla qanlarına qədər vuruşurlar. Hörmətli Sədir, hörmətli məclis iştirakçıları. Deməli, keçən ilin əvvəllərindən Qusar bölgəsində təxribatlarla rastlaşmışam. Belə ki, təxribatların əvvəli həmən keçən ilin fevral ayının 21-də Aydınlıq qəzetində dərc olunmuş ikinci cəbhə adlı ikinci cəbhənin reallığı adlı belə bir məqalə olmuşdur. Məqalədə güya Şuşanın verilməsi ilə bağlı olaraq Şuşa verilən kimi şimal bölgəsində ikinci cəbhənin açılması, yəni ki, orada Ləzgistan yaradılması və bu məsələnin qalxmağının reallığını göstərirdi. O vaxtı biz Qusar bölgəsində könüllü dəstələr yaranırdı ki, Şuşaya kömək etmək üçün getməyə. 30 nəfərə kimi Əfqanistanda qulluq eləmiş cavan oğlanlar gəlmişdi mənim yanıma və biz onlara orada yerli hərbi hissədən necə deyərlər, geyim ləvazimatı zat da götürdü ki, silahı yəqin ki, Şuşada verərlər, ora gedəcək. Və bu ərəfədə martın 21-də sabiq Müdafiə Naziri Rəhim Qaziyevin onun indi pısaqlarım dəstəklədiyi deməli, Mavin Vahid Musayevin imzası ilə telefonogramma gəldi Qusar rayon hərbi komissarlığına ki, bir sutka ərzində 500 nəfərlik özünü müdafiə batalyonu yaradılsın Qusarda yerli büdcə hesabına. Və bu əlbəttə ki, narazılıq doğurdu cəmaat arasında
Və bununla da həmən o hərəkət ki vardı, könüllülər ki, könüllü dəstələr yaranmalı idi, bununla bu pozuldu. Bu barədə mən o vaxtı Yaqub Məmmədova bildirdim və həm cəmaatın, həm öz etirazımı bildirdim ki, bu təxribatdır, bu özünü müdafiə bölgəsi nəyə görə Qusarda yaranmalıdır? Məyəm Qusara, Dağıstandan və yaxud hardansa bir yerdən bura hücum edən varmı? Kimdən müdafiə olunmalıyıq? Bu, deməli, bizim etirazımızdan sonra bu özünü müdafiə batalyonu yaradılması məsələsi qaldı, elə bağlı. Amma o öz işini gördü. Öz işini belə gördü ki, sabahçı ondan 2 gün keçəndən sonra cəmaat, mən həmən bu zalda oturmuşdum, burada Ali Sovetin sesiyası idi onda. Mən burada ola-ola orada miting keçirildi. Mitingində iştirakçılar, başda duranlar da Xalq Cəbhəsinin üzvləri idi. Onlar təşkil edilmiş həmin mitingi, onların içində sadvalçılar da vardı ki, bizi artıq aparırlar, bu təxribata aparırlar, biz öz dövlətimizi yaratmalıyıq, nə bilim, avtonomiya yaratmalıyıq, neynəməliyik, belə bir xoşa gəlməz, belə bir şüarlar da irəli atıldı. Lakin təxribat bundan bitmədi. Yəni, mən söhbət müdafiə keçmiş sabiq müdafiə naziri Rəhim Qaziyevdən gedir. Avqustun 20-sində yenə keçən ilin mənə müdafiə nazirinin mavini Baba Nəzərli telefonla zəng edib və belə bir həyəcanlı, necədir, həyəcanlı da deyəndə belə hökmranlı bir səslə bildirdi ki, o nədir orada siz hərbi hissəyə hücum hazırlayırsınız, biz buna yol verməyəcəyik, mən göstəriş vermişəm ki, oranı, deməli, hərbi hissənin mühafizə olunacaq, kim yaxın dursa ona ateş açılacaq. Dedim, birincisi, xahiş edirəm, tonunuzu aşağı salın, sizin heç bir hüququnuz yoxdur mənimlə belə danışmağa. Birincisi, mən ora hərbi hissəyə nə hücum edənəm, nə burada Qusarda elə bir meyil yoxdur. Və məndə də belə bir məlumat yoxdur. Mən bilmirəm bu məlumatı siz kimdən və hardan almışsınız. Çağırdım Milli Təhlükəsizlik Nazirinin nümayəndələrini orada Qusarda, Qubada işləyən və onlardan soruşdum ki, belə bir məlumat sizdə varmı? Dedilər, bizdə belə bir məlumat yoxdur. Və Baba Nəzərlinin sözünə görə güya ayın 22-sində, yəni avqustun 22-sində atışma baş verməli idi. Hücum olmalı idi hərbi hissəyə. 22-sində, mənim bu söhbətimdən sonra 22-sində olmadı, lakin 24-ündə ara-ara atışmalar oldu. Hərbi hissədən də, hərbi hissədən kənarda da. Və biz orada Milli Təhlükəsizlik Nazirliyinin orada yerdə olan nümayəndəsi Aleksandr Pişinişni ilə getdik. Həmin hərbi hissənin yanında gördük ki, ətrafdan bir dənə güllə atılmır. Güllələr avtomatdan hərbi hissənin içindən atılır. Gəldi, çıxdı ayın 27-sinə, 26-sından 27-sinə keçən gecə. 26-sından 27-sinə keçən gecə dəhşətli bir atışma baş verdi orada. Mənim o xidməti maşınıma da güllə atıldı. Biz bir səhər orada olduq, söhbət bundan getmir. Amma günahsız minik maşınında gedən 4 nəfəri burada ateşə tutdular və biri yaralandı. Söhbət ondan gedir ki, fakt bundan ibarətdir ki, həmən bu atışma təşkil olunmuşdu Rəhim Qaziyevin başçılığı ilə. Onun yerdə olan dostu Zeynəddin Çələbovun iştirakı ilə, sabiq prokuror Əli Əliyevin iştirakı ilə, sabiq oradakı hərbi komissar Bəhrəm İsmailovun iştirakı ilə, həmin hərbi hissənin komandiri, adın dəqiq yadında deyil, onun iştirakı ilə. Çünki bunların bu hadisədən bir 10 gün qabaq Qubadan Qusara gələndə o göl var orada, gölün qırağındakı yeməkxanada həmən bu şəxslərin, ondan əlavə hərbi geyimdə və mülki geyimdə Bakıdan gəlmiş şəxslərin bu hazırlanmasının şahidi olublar. Və orada Zeynəddin Çələbov, bunu o adam var, şahid var, mən onun adını demirəm, istintaq gedir, amma istintaq elə o vaxtı təhqiqat nə tərk edibsə, bir dəfə çağırıb nə məni dindirməyiblər, nə kimi dindirməyiblər, elə qalıb da o fakt.
O vaxtı o adam Zeynədin Çələbova etirazını bildirəndə Bakıdan gələn ki, bunun üstü açılsa nətər olar, dedi, narahat olma, orada kişi dalımızda durubdur. Bu söhbət var və bunu təsdiq edən adam da var. Bundan əlavə siz deyirsiniz ki, mən niyə görə Rəhim Qaziyevi deyirəm? Bəlkə məndə belə bir əsas yoxdur. Amma əsas var. Çünki onun silahdaşı, onun dostu, Zeynədin Çələbovun dostudur. Burasında 2 tapança ilə Zeynədin Çələbovun kabinetdən girib çıxan Urfan, Digahlı, Qubağın Digah kəndindən. Bu saatlarım həbsdədir, atışma üstündə elə o Dərbənddən bir şəxsi yaraladığına görə, birini də öldürdüyünə görə istintaq işi gedib, bu saatlarımda həbsdədir. Yaxın dostu da onun yanına da Rəhim Qaziyev vertolyotla uçub gəlibdir. Bu sonra orada Qarabulaqda oturublar, Urfan olubdur, həmən Zeynədin Çələbov olubdur. Lent yazıları var. Mən üzr istəyirəm hamımızdan bu məsələni belə, bəlkə də ola bilsin, mənim buna hüququm çatmır, amma bu məsələnin içində olduğunu və dəqiq bildiyimə görə mən xahiş edirəm, həm öz adımdan, həm qusarların adından, elə həmən o fakta görə də o öz cəzasını çəkməlidir. Güman edirəm ki, biz çox vaxt işləyirik, yarım saatlıq tənəffüs olunur. Bu tarixi sessiya canlı yayımla efirə verildiyindən bütün xalq, bütün respublika ona diqqət kəsilmişdi. Bütün ölkəmizin həyəcanla baxdığı, diqqətlə izlədiyi o günlərin salnaməsini növbəti verilişlərimizdə izləyəcəksiniz.